Süd vəzisində onkoloji proses olan xəstələrimizi qorxudurlar ki, sizin süd vəziniz tam götürülməsə pis olacaq. Ancaq 20 ildir onkologiya sahəsində olan bir cərrah kimi deyə bilərəm ki, indiyə qədər orqan saxlayıcı əməliyyat etdiyim heç bir onkoloji xəstədə sonradan peşman olmamışam. Və elmi ədəbiyyat da onu göstərir ki, süd vəzisini saxlamaq mümkün olan pasientlərdə sonradan şüa terapiyası alınanda çox daha yaxşı effekt alınır, nəinki süd vəzisini tam götürəndə. Ona görə də əziz pasientlərim, diaqnoz nə olursa olsun, kimyoterapiya da almış olsanız belə, əgər süd vəzini saxlamaq mümkündürsə, onu saxlayacağıq və bu sonraki həyatınıza heç bir maneçilik törətməyəcək, daha da sizin öz güvəninizi yüksəldəcək. Yox, əgər süd vəzisinin ölçüsü və gilə areola kompleksinin vəziyyəti buna imkan vermirsə və əgər süd vəzini tam götürməli isə, o zaman biz sizə yeni süd vəzi yaradarıq.